Dostlar, hər kəsə salam. YouTube kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz bir balaca fərqli mövzuda olacaq. Bu bir balaca şəxsi inkişaf, özümüzü dəyişmək və həyatımızı necə 75 gündə dəyişə bilərik haqqında video olacaq. Bunu mən özüm icad etməmişəm və ona görə də gəlin videoya keçək və əmin ola bilərsiniz ki, əgər siz dediklərimin hamısını etsəniz, 75 gündə təmiz fərqli bir insana çevriləcəksiniz. Mən hal-hazırda özüm bu sınaqdan keçirəm və sizə öz nəticələrimi paylaşmaq istəyirəm. Deməli, belə bir challenge var. TikTokda, Amerikan TikTokunda çox məşhurdur. 75 çətin gün adlı 75 gün ərzində disiplinli olmağı öyrədir. Bu bizi həm fiziki cəhətdən daha da gözəl formaya gətirir, həm də ki, təbii ki, mental cəhətdən bizi daha yaxşı yerə gətirib çıxara bilər. Bəs bu ümumiyyətlə nədir? 75 çətin gündə biz nələr edirik? Hansı növləri var və onu necə edə bilərik? İlk öncə onu deyim ki, mən bugün hələ ki 44-cü gündəyəm. Yəni 75 günün hamısını tamamlamamışam, amma həyatımda böyük dəyişiklikləri artıq hiss edirəm. Ona görə də sizə bu proses ərzində danışmaq istədim ki, daha sonra 75 günü bitirdikdən sonra sizin üçün ayrıca bir video çəkəcəm. Elə isə gəlin başlayaq. Ümumiyyətlə 75 çətin gün o deməkdir ki, biz 75 gün ərzində müəyyən hərəkətləri etməliyik və heç bir gün buraxmadan. Bu challenge'in digər challenge'lərdən fərqi, ən böyük fərqi ondan ibarətdir ki, əgər biz bir gün nə isə unutsaq etməyi, biz gərək bütün 75 günü sıfırdan başlayaq və bizim nəticəmiz sanki sıfırlanır. Gəlin baxaq görək bunların içinə nələr daxildir. İlk öncə onu deyim ki, bu 75 çətin günün 3 versiyası var. 75 çətin, 75 orta və 75 soft adlanır ingilis dilində. Amma təbii ki, siz bunu özünüzə uyğunlaşdıra bilərsiniz. İlk öncə gəlin deyim ki, 75 çətin gündə nələr var və mən onu özümə necə uyğunlaşdırmışam. Çünki düşünürdüm ki, mənim üçün dəhşət çətin ola bilər və mən 75 günün hamısını tamamlaya bilməyəcəm. İlk öncə 75 gün ərzində biz öz dietamıza, yəni yemək üsulumuza və hydration, yəni su içməyimizə fikir verməliyik. Diyet o demək deyil ki, siz yalnız qreçka yeyəcəksiniz, siz yalnız toyuğun döşətini yeyəcəksiniz, heç nə yemirsiniz. Yox. Sizə uyğunlaşdırılmış hansısa yemək metodu. Bu ola bilər ki, əgər siz məsələn arıqlama prosesindəsinizsə, sadəcə olaraq kalori defisiti olsun. Yox, əgər siz məsələn idmana gedib əzələ kütləsinə sahib olmaq istəyirsinizsə, sadəcə olaraq 75 gün ərzində proteini çox olan yeməklər yeyirsiniz. Yəni bunu siz özünüzə uyğunlaşdırırsınız və bu demək deyil ki, siz ac qalmalısınız. Sadəcə olaraq özünüzə uyğun bir diyeta götürürsünüz. Bu ola bilər sadəcə dediyim kimi sağlam qidalanma. Mən bu dəqiqə heç bir diyeta da deyiləm və bunu 75 gün ərzində siz tətbiq edirsiniz. Yəni buna riayət edirsiniz. İkinci olaraq su içmək. 75 çətin gündə hətta 3+ litr 1 gallon of water deyilir ingilisində. O da 3 nöqtə nə bilinən litrdir və bu mənim üçün dəhşət çox olduğu üçün mən də bunu özüm üçün bir balaca azaltmışam. Birazdan özümdə nələr varsa onu da deyirəm. Amma gündəlik su içmək növbəti proseslərdən biridir. Daha sonra gəlirik, keçirik biz fiziki aktivliyə. 75 çətin gündə siz gərək gündə 2 dəfə idman edəsiniz. 45 dəqiqə içəridə, bu ola bilər evdə, zalda və 45 dəqiqə çöldə. Buna gəzmək, piyada gəzmək də yaxud qaçmaq da aiddir. Yəni gündə 2 45 dəqiqəlik məşq belə deyək. Növbəti kitabdır. Yəni hər gün ən azı 10 səhifə kitab və bu kitablar daha çox şəxsi inkişaf, psixologiya tipli kitablar olmalıdır. Yəni nağıl kitablar, roman kitabları olmalı deyil. Son olaraq progres şəkli. 75 çətin gündə hər gün bədəninizin şəklini çəkməlisiniz. Və bu arada bu challenge-ın keçənlərin bir çoxu üçün ən çətini progres şəklini çəkmək oldu. Çünki bəzən unuda bilirlər. Unutsanız gedir. İndi gəlin görək mən bunu özümə necə adaptasiya etmişəm. Çünki bunlar hamısı mənim üçün çətin gələ bilərdi. Mən gündəlik 4 litrə yaxın su içə bilmərəm, yaxud mən gündə 2 dəfə məşq edə bilmərəm. Çünki sadəcə olaraq mənim buna vaxtım çatmaz. 9-dan 5-ə işləyən bir insan kimi. Mən nələr etmişəm? Deməli, mənim dietamda nələr var? Gündəlik 2 litr su. Bu başlıqda çox çətin gəlirdi mənə, amma daha sonra havalar da bu arada isindikcə daha rahat olurdu və hətta bəzən daha çox içirəm suyu. Və balanslı dietam. Buna nə aiddir? Sadəcə olaraq mən çalışıram sağlam qidalanım. Bu arada bayaq sizə demişdim ki, çətin, orta və asan versiyaları var. Çətin versiyasında heç birisinin cheat day'iniz yoxdur. Yəni hər gün bunu follow etməlisiniz. Yəni bunu izləməlisiniz. Mən orta versiyasını seçmişəm. Hansında ki, həftə sonları daha rahat olursunuz. Yəni
heç vaxt mən özümə yox demirəm. Tutaq ki, əgər keçən dəfə McDonald's-da çox dadlı bir marojna çıxmışdı. Mən onu yemək istəyirdim, amma bilirdim ki, olmaz mənim dietamda və həftə sonunu gözlədim. Çünki mən özümə həftə sonuna rest günlərimi əlavə etmişəm və həmin gün çit yeməkləri yeyə bilərəm. Bu hansı ki, mənim normalda dietamda olmayan yeməklərdir. Və növbəti bir şey də hardda olan, mediumda olmayan, ortada olmayan alkoqoldur. Düz, yəni mən onu zaten istifadə etmədiyim üçün mənim üçün ən əsası çit günlərimin olması idi və 2 litr su içməli idim. Amma əgər siz 75 çətin günün hard versiyasını seçirsinizsə, orada nə heç bir çit günü var yeməklərinizdə, nə də dilinizə 1 qram alkoqol dəyməli deyil. Daha sonra mənim idman növümdə gündə 1 idman, amma bu o demək deyil ki, mən hər gün idmana gedirəm. Özüm üçün yazmışam ki, həftədə ən azı 2 və yaxud 3 dəfə idmana gedirəm və qalan günlər çöldə piyada gəzirəm və ona görə də özümə 10.000 addım da qoymuşam. İdmana getmədiyim günlər daha çox addım atıram. Bu ola bilər 15.000, 17.000, hətta bəzən 20-30 minə də çatan günlər olubdu. Amma yəni bu norma deyil, bu bəzən olur sadəcə. Amma idmana getdiyim günlər, nə vaxt ki mən məşq edirəm, həmin günü 10.000-imi tamamlayıram və bitir. Hətta bəzən yağışlı günlər olanda sadəcə çalışıram gedim idmanda treadmillin üzərində gəzim, beqavay doroşkanın yəni üzərində. Ona görə də 10.000 addım mənim üçün artıq bir baza olubdu. Daha sonra 10 səhifə kitab əvəzinə mən 5 səhifə qoymuşam. Çünki bilirəm ki, bəzi günlər olur ki, heç vaxtım olmur ki, oturum nəsə oxuyum. Ona görə minimal olaraq 5 səhifə qoymuşam. Amma bu demək deyil ki, hər gün 5 səhifə oxuyuram. Elə gün olur 15, 20, 30 səhifə belə oxuduğum olur. Sadəcə olaraq dediyim kimi, hər şeyin ən minimalını qoyursunuz ki, ən çətin günlərinizdə belə, ən vaxtınız olmayan günlərdə belə bütün hamısını çatdıra biləsiniz. Çünki bir şey çatdırmadınız, sizin bütün challenge'ınız pozulacaq. Və proqres şəklini mən hər gün qoymamışam. Çünki düşündüm ki, hər günə ehtiyac yoxdur. Mən hər bir həftədən bir, yəni birinci gün etmişdim, daha sonra bir həftə sonra 8-ci gün, 14-cü, 21-ci və bu günlərdə proqres şəkli çəkirəm ki, daha sonra mən onları bir-birinə müqayisə edə bilim. Gəlin bir balaca nəticələrdən danışaq. Nəticə deyəndə mən özümdə nələr hiss edirəm? İlk öncə özümdə bayağı bir çox rahatlıq hiss edirəm. Çünki bu mənə nəinki yəni fiziki olaraq öz formaya gəlməyimə kömək oldu, həmçinin də disiplin yaratmağa. Çünki mən o qədər əziyyət çəkirdim ki, bir şeyi davamlı olaraq edə bilmirdim. Hansı bir tutaq ki, diyetaya başlayırdım. 2 həftə, 3 həftədən sonra uca bezirdim, gedirdim, yeyirdim. Yaxud deyirdim ki, mən hər gün başlayıram kitab oxumağa, 1 həftə oxuyurdum, sonra 2 gün oxumayandan sonra təzədən qayıtmaq çətin olurdu. Bu challenge mənə 44-cü günündə olsam belə mənə öyrətdi ki, necə disiplinli olmaq lazımdır. Növbəti bir şey, mən idmanı sevməyə başladım. Həmişə idmana özümü məcbur eləyirdim ki, İlker dur çıx get idmana, bəlkə lazımdır, biraz arıqlamaq lazımdır və s. Amma indi həqiqətən idmanı o qədər çox sevirəm ki və hətta istəyirəm ki, düzü bu challenge-a aid deyil, çünki challenge-ın ortasında üstünə nəsə əlavə etmək olmaz, birazdan deyəcəm nə üçün. Amma istəyirəm bir balaca həftədə 3 dəfə idmandan əlavə də pilates dərslərinə əlavə edeyim. Bu ola bilər evdə onlayn pilates dərsləri olsun, YouTube-da o qədər var ki, yaxud hanırdasa bu dərslərə yazılmaq. Hələ ki ona başlaya bilməmişəm. Kitab oxumaq, yəni çoxdan da istəyirdim ki, hər gün kitab oxumağa başlayım və həqiqətən də bu mənə beynimi daha tez reset eləməyə kömək eləyir. Çox möhtəşəm bir metoddur. İndi isə gələk bir balaca tipslərə, yəni sizə məsləhətlərimə. İlk öncə 75 çətin günə başlamaq istəyirsinizsə, əvvəldən özünüzə plan yazın, hansı gün başlayırsınız, hansı gün bitirirsiniz. Mən aprelin 1-i başlamışam və bilirəm ki, iyunun 14-ü bitirəcəm və bu mənim 75 günüm olacaq. İkincisi, yazdığınız hər şeyi minimal yazın. Yəni, tutaq ki, siz yazmışsınız ki, gündə 5 səhifə kitab oxuyursunuz, üstündən bir həftə keçib görürsünüz ki, yəni az gəlir də. Mən bunu 10 səhifədə yaza bilərdim, qoy bunu dəyişim, onu etməyin. Çünki yəni 47-ci gündə, 55-ci gündə bir dəfə onu etməsəz, artıq hər şey bitəcək. Ona görə hər şeyi çalışın ki, minimal saxlayın. Bu çox vacib nüanslardan biridir. Növbəti sizə bir tipsim, bu challenge-ı tək başlamayın. Tək başlayırsınızsa belə, ən azından kiməsə deyin bu challenge haqqında ki, həmin insan sizə daim motivasiya eləsin. Çünki həqiqətən elə günlər olacaq ki, siz deyəcəksiniz ki, bəlkə mənə lazım deyil, bəlkə eləməyim.
nəyə görə eləyirəm mən bunu? Niyə özümə əziyyət verirəm? Həmin vaxtda bizə həmin o insanlar lazımdır ki, bizi necə deyirlər, push etsinlər ki, biz daima olaraq qabağa gedək və bu challenge-ı bitirək. Növbəti bir şey də ki, əslində bu challenge-ın yaxşı tərəflərindən biri də odur ki, biz artıq bunu özümüzə o qədər həyatımıza otuzdururuq ki, mən inanıram ki, 75 gündən sonra belə hər şey etməsəm belə bu challenge-ın bir çox şeyləri mənim artıq həyatımda lifestyle-a çevriləcək. Yəni mən düşünmürəm ki, mən idmanı artıq atacağam bu 75 gündən sonra. Hə, ola bilər ki, hər gün targetimi 10.000 edə bilməyim, 9.000 olsun, yaxud ola bilər ki, həftədə 3-4 dəfə yox, 2 dəfə getdim idmana. Amma bilirəm ki, mən daima bunu artıq davam eləyəcəm, amma yeni saxlayacağam və bu mənə artıq həyatıma bunu tətbiq etməyə kömək edibdi. Bu qədər. Çalışdım ki, bu videonu bir balaca qısa, amma başa düşülən edim. Yəni daha rahat izahlı edim. Çünki Azərbaycan dilinə baxdım ki, bu haqda heç bir məlumat yoxdur. Əgər hər hansı bir suallarınız varsa, yaxud əgər siz bu challenge-a başlamaq istəyirsinizsə, şərh bölməsində nə zaman başlayacağınız dairə yazın ki, daha sonra gəlib biz 75 gündən sonra baxa bilək görək hansı nəticələrə gəlmisiniz. Çox sağ olun ki, bu videonu izlədiniz. Ümidvaram ki, bu sizin üçün bir işarə oldu ki, həyatımızda nəyisə dəyişmək vaxtıdır, daha disiplinli olmaq vaxtıdır. Ümid edirəm ki, hamınızda bu alınacaq. Hər kəsi öpürəm. Sağ olun.